Əgər ağrı 2 dəfə tutubsa da, pristup veribsə də, bunu vaxtında əməliyyat etmək lazımdır. Çünki ağrılaşma ola bilər, peritonit ola bilər, daha ciddi fəsadlar verə bilər. Bir də niyə biz bunu həmişə tövsiyə edirik? Bax, öd kisəsində daş var, elə? Və bu daşlar öd yoluna düşə bilər. Çünki öd kisəsidir, öd yoludur, axır 12 barmaq bağırsağa. Əgər o daş öd yoluna düşəndə, bu zaman kəskin ağrılar, sarılıq, ürək bulanma, qusma, dözülməz. Bu zaman xəstə 2 dənə əməliyyat olur. Bir, LCP dediyimiz endoskopiya kimi ağızdan gedir, o bağırsaqdan o daş çıxardılır. Ondan sonra da öd kisəsi çıxarılmalıdır. Bəzən bir yerdə, bəzən 2-3 gün arayla planlı şəkildə olunur. Yəni 2 əməliyyat olmayasız deyə, əgər öd daşı həm simptom veribsə, həm pristup veribsə və daşlar çoxdursa, öd yoluna düşmə ehtimalı varsa, mütləq vaxtında əməliyyat olmaq lazımdır ki, bu öd yolunda da daş yaranmasın.